Adam var ki, yox nə danışsan qurban Allaha. Bunu elə deyir ki, yəni başıma bir iş gələr filan olar filan. Bu Cəzadan iş gəlməyi buraxır. İnsan dünyaya gəlir ki, onsuz başına iş gəlsin. Sən istəyirsən hər şey əmin-amanlıqla olsun. Bu dünya əmin-amanlıq yeri deyil axı. Əmin-amanlıq üçün tamam başqa bir fikrin yerdə olmalıdır ki, hədəf, məqsəd o qədər ali olmalıdır ki, aşağıda olan hadisələr sənə sərfələyən yerə gedəndə, sevdiyin bir adamın yanına və yaxud bir mənfəəti olan bir işindaydın. Yolda olan təhlükələr sən o qədər də vecdə olmur. Çünki məqsəd alidir. İnsanın ki, məqsədi, hədəfi ali olanda, yerdə qalan nə ki var, onlar yol üçün ərzaqdır ki, onları fəda verə-verə gedirsən ki, təki neynəyəsən, məqsədvə çatasan.